Milli Məclisin yeni seçilmiş gənc deputatının Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadə haqqında dediyi sözlər yalnız cəmiyyətdə deyil, həm də deputat həmkarlarının ciddi narazılığı ilə qarşılanıb. Gənc deputatın fikirləri sabah Milli Məclisdə də qaldırılacaq. Yeni deputatın tarixi şəxsiyyətlərimiz haqqında səsləndirdiyi fikirlər seçildiyi ilə Gəncədə də etirazla qarşılanıb. Mövzunu Ləman Ələşrəf qızı davam etdirir. Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputatın məsələsi sabah Milli Məclisə müzakirə olunacaq. Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev mətbuata müsahibəsində bildirib. O deyib ki, adam nə qədər təhsilsiz, mədəniyyətsiz olmalıdır ki, müstəqil Azərbaycanın ilk sözlü deyən insanı Azərbaycanın düşməni adlandırmalıdır. Ağacan Abiyev deputatı orta məktəb kitablarını oxumağa da dəvət edib və xüsusilə vurğulayıb ki, bu məsələyə parlamentin sabahki iclasında qiymət veriləcək. 32 yaşlı gənc deputatın mandatının ləğvi də bu arada müzakirə mövzusudur. Artıq sosial şəbəkələrdə Prezident İlham Əliyevə müraciətdə ünvanlanıb. Müraciətdə deyilir ki, Azərbaycanın şanlı tarixinə iftira atan Heydər Əliyevin Məmməd Əmin Rəsulzadə haqqında dediklərinə, Prezident İlham Əliyevin Rəsulzadə haqqında sərəncamına məhəl qoymayan millət vəkili Gəncəlilərin və ümumi dövlətin maraqlarına zidd açıqlamalar verməklə Azərbaycan xalqının və dövlətinin etimadını doğrultmayacağını əyani şəkildə sübut elədi. Məmməd Əmin Rəsulzadəni tanımayan öz keçmişini tanımır, belə deyək. Gənclər adından, sırf bizlərin adından danışması razı olduğumuz məqam deyildi, yəqin ki, hiçbirimiz. Bu gənclər də deputatın öz həmyerliləridir. Onlara toxunan Gənclər Təşkilatı sədrinin balaca deputatın hər kəsin adından danışmasıdır. Deputat isə fikirlərinin təkzib olunduğunu deyir. Onun fikrincə, Yeni Musavat qəzeti dediklərini kontekstdən çıxarıb. Biz də öz növbəmizdə qəzetin redaktoru Rauf Arifoğlu'ndan deputatın səs yazısını istədik. Arifoğlu bildirdi ki, məhkəmə məsuliyyəti yaratdığı üçün bunu ancaq məhkəmədə üzə çıxaracaqlar. Neysə, o zaman uzaq perspektivi məhkəməni yox, Milli Məclisin sabahki iclasını gözləyək. Görək, torbadan nə çıxır? Əminəm ki, torbadan çıxan həm də Rəsulzadənin başı olacaq.